Yaxşılığa dəvət və pislikdən çəkindirmə mövzusunda bir hədis nəql edirlər. Dəfələrlə eşitmişsiniz ki, Peyğəmbər sallallahu vida həccində və ya bir ümrə həccində Kəbəyə daxil olanda əllərini qapının çərçivəsinə qoyub xalqla söhbətə başladı. Söhbət gələcək haqqında idi. Həzrət Salavatullah söhbətin bir yerində buyurdu. Bir zaman gələcək ki, insanlar yaxşılığa dəvət və pislikdən çəkindirməni tərk edəcək. Salman soruşdu, ey Allahın Rəsulu, bu olacaqmı? Həzrət buyurdu, bəli, bundan daha pis olacaq. Bir zaman gələcək ki, insanlar pisliyə dəvət edib yaxşılığa qadağa qoyacaq. Salman bir qədər təəccübləndi, dedi, ya Rəsulallah, elə bir dövr gələcək? Həzrət buyurdu, bundan daha pis olacaq. Bir zaman gələcək ki, insanlar pisi yaxşı sayacaq, yaxşını pis. Elə bir dövr gələcək ki, məhv olmuş vicdanlar yaxşını pis, pisi yaxşı kimi dəyərləndirəcək. Başqa sözlə, vicdanlar tərsinə çevriləcək. Fitrət dəyişəcək.